Bakıda gənc iş adamı idman zalında məşq edən zaman qəfildən ölüb. Mətbuat azı Yeni Sabah aza istinadən xəbər verir ki, hadisə paytaxtdakı idman zallarından birində baş verib. 35 yaşlı Toğrul Tağzadə idman zalında məşq etdiyi vaxt qəfildən halı pisləşib. Zalda olanlar ona yardım göstərməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin iş adamının həyatını xilas etmək mümkün olmayıb. Mərhum bugün Bakıda dəfn olunacaq. Qeyd edək ki, Tağzadə Toğrul Yaşaroğlu 1990-cı ildə anadan olub. Əslən Laçın rayonundandır. Ailəlidir, 4 övladı var. O iş adamıdır. Toğrul Tağzadənin atası Yaşar Nəcəfov 1-ci Qarabağ müharibəsinin veteranıdır. O 811 saylı hərbi hissənin tərkibində döyüşüb. Laçın və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib. Ağır yaralanıb. Yaşar Nəcəfov özü də iş adamıdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarə etmə xidmətinin əməkdaşı qəfil vəfat edib. Manşet azın əldə etdiyi məlumata görə qurumun maliyyə xidmətinin əməkdaşı Tufan Səfərov Tərtərdə yerləşən evində qəfil infarkt keçirərək dünyasını dəyişib. O bugün Tərtərdə dəfn ediləcək. Allah rəhmət eləsin.